Vaxtınız xeyir olsun. Dəyənək 4-cü sinif riyaziyyat dərsliyində mövzu 32-də gələn sualların davamını izah edəcəm. 20-ci sualla başlayaraq. 20-ci sualda bizə deyir: dərzi əvvəlcə parçanın 13/5 hissəsindən, sonra 13/6 hissəsindən paltar tikib 212 metr parça qalıbsa, əvvəlcə neçə metr parça var idi? Demək, qalıb bizim neçə metr parçamız? 212 metr parçamız. Bütün parça nə qədərdir bilmirik. Neçə metrdir bilmirik. Bunu soruşur bizdən. Əlimizdə olan parça və bütün parçanı soruşur bizdən. Və verib. Deyir ki, əvvəlcə parçanın 13/5 hissəsini istifadə edir. Daha sonra 13/6 hissəsini istifadə edir. Onda neçə hissə parça istifadə olunub? 13/11 hissə, yəni 11 hissə istifadə olunub. İşlənib də belə yazaq. 11 hissə parça işlənib. 13 isə bütün parçaları göstərir. Və əgər 13-də 11-i işlənibsə, onda neçə hissəsi işlənməyib? Qalan hissə nə qədərdir? Bu zaman bütündən, yəni 13-də 13-dən çıxıram, 13-də 11-i. Demək ki, 13-də 2 hissə, yəni 2 hissə qalıb hələ. Və burada məsələdə bizə axı vermişdi. Demişdi ki, qalıb 212 metr parça. Demək, bizim 2 hissəmiz 212 metrdirsə, onda bir hissə neçə metr parça deməkdir? 212-ni bölürəm 2-yə. Tapıram 106 metr deməkdir. Və daha sonra bizdən soruşur, onda əvvəlcə neçə metr parça var idi? Yəni, bütün parça onda neçə metrdir? Biz bütün parça burada qeyd eləmişdik. Baxın, biz qeyd eləmişdik. Bütün parça 13 hissədən ibarət idi. Biz də bir hissənin artıq 106 metr olduğunu tapdıqsa, 13-ü vuraram 106-ya, taparam bütün parça nə qədərdir? Bu da eləyir 1378 metr parça. Bəli. Daha sonra davam edirik 21-ci sualına. Deyir, konsertə biletlərin əvvəlcə 18-də 7 hissəsi, sonra da 18-də 1 hissəsi satılıb, satılmayan 500 bilet qalıb. Konsert zalı neçə nəfər tutur? Baxın, sualda biletlərdən söhbət gedir. Ən sonda isə konsert zalının neçə nəfər tutduğu soruşulur. Bu sualı başa düşmək lazımdır ilk növbədə. Yəni, baxın, konsertdə zal neçə nəfər tutursa, o qədər də bilet satılır həmişə. Yəni, elə bil ki, konsert zalının neçə nəfər tutmağı elə satılacaq bütün biletlərin sayını göstərir bizdə. Yəni, bütün biletlər, belə bir qeyd edək. Bütün biletlər bərabərdir, elə eyni şeydir, yəni. Konsert zalı neçə nəfər tutursa ona. Bütün biletlər elə konsert zalı neçə nəfər tutur ona bərabərdir. Bu bizim qeydimiz. İndi baxaq, məsələni həll etməyə başlayaq. Bizə məsələdə deyir ki, əvvəlcə 18-də 7 hissəsi satılıb, sonra da 18-də 1 hissəsi satılıb. Onda deməli cəmi bütün biletlər əgər 18 hissədən ibarətsə, bunun 8 hissəsi satılıb. Baxın, bu 8 hissə, gəlin hətta aşağıdan qeyd edeyim. 8 hissə satılan biletləri göstərir. 18 hissə isə bütün biletləri göstərir. Bu bizə axırda lazım olacaq. Bütün biletlər neçə hissədən ibarətdir, onu göstərir. Baxın, bu bizə lazım olacaq, çərçivələdir. Sonra deyir, satılmayan 500 bilet qalıbsa. Baxın, 8 hissə satılıb. Bütün biletlər 18 hissədən ibarətdir. Və sonda neçə hissə satılmayıb? 18-də 18-dən, yəni bütün biletlərdən. Satılanları 18-də 8-i çıxaram. Qalar 18-də 10, yəni 10 hissə satılmayıb. Və məsələdə bizə bildirir ki, 500 bilet
deməkdir 18-də 10. Yəni satılmayan bilet 500 bilet deməkdirsə, demək 10 hissə bilet daxil satılmayıb. Bu 500-ə bərabərdirsə əgər, biz onda bir hissənin neçə biletdən ibarət olduğunu tapmaq üçün 500-ü bölərik 10-a. Bu da eləyir 50 bilet. Və daha sonra deyir ki, konsert zalı neçə nəfər tutur? Konsert zalının neçə nəfər tutduğu yuxarıda qeyd eləmişdik ya. Elə bütün biletlərin sayı deməkdir. İndi biz konsert zalının neçə nəfər tutduğunu necə tapaq? Biz bilirik ki, bütün biletlər 18 hissədən ibarət idi. Və bir hissə, əgər 50 bilet deməkdirsə, 18 hissənin neçə bilet olduğunu tapmaq üçün 18-i vuraram 50-yə. Bu da eləyəcək 900 bilet. Bax, biz əslində biletin sayını tapdıq, amma bu elə konsert zalı neçə nəfər tutur o deməkdir. Yəni, bütün biletlər 900 biletdirsə, bu da bərabərdir elə 900 nəfər konsertdə, yəni adamların sayına. Daha sonra gəlirik 22-ci məsələyə. 22-ci məsələdə deyir ki, Mahir faizsiz kreditlə mebel alıb. O əvvəlcə bütün borcunun 11-də 4, sonra da 11-də 3 hissəsini ödəyir. Onun ödəniləcək hələ 1600 manatı da qalıb və mebelin qiyməti neçə manatdır, soruşur. Əvvəlcə məsələni anlamağa çalışaq. Nə deyir bizə məsələdə? Deyir ki, Mahir bir kredit alır, daha doğrusu mebel alır. Təbii ki, biz nəsə alanda qarşı tərəfə borc verməliyik, pulumuzu, yəni borcumuzu qaytarmalıyıq da. Nəsə alırıqsa, onun ödəniləcək borcu olur. Və bu da deyir ki, yəni mebelin qiyməti nə qədərdirsə, biz o qədər pul verməliyik. Yəni bizim qarşı tərəf olan borcumuz mebelin qiyməti qədərdir. İndi deyir bütün borcunun, yəni mebelin sanki qiymətinin 11-də 4 hissəsini ödəyir. Daha sonra da 11-də 3 hissəsini. 11-də 4-ünü, sonra da 11-də 3 hissəsini ödəyirsə, o demək 11-də 7 hissəni, yəni 7 hissə ödənilib. 11 hissə bütün borcunu göstərir. Yəni, həm də bütün borcu elə mebelin qiyməti deməkdir onsuz da. Yəni, bütün borc elə mebelin qiyməti, yəni bunlar eyni mənaya gəlir, eyni şeydir bu məsələdə, ondan gedir söhbət. Və bizə deyir ki, hələ onun ödəniləcək 1600 manatı qalıb. Bax, bütün borc 11 hissədən ibarət. 7 hissəsi ödənilibsə, deməli 11-də 11-dən, 11-də 7-ni çıxanda taparam 11-də 4 hissə, yəni 4 hissə ödənilməyib. Yəni, hələ bu ödəniləcək hissədir. Axı, bunun da neçə manata bərabər olduğunu bizə qeyd edir. 2600 manat qalıb hələ. Yəni 4 hissə qalıb, 11-də 4 hissə, yəni 4 hissə qalıb. Bu da bərabərdir 1600 manata. Onda bir hissənin neçə manat olduğunu tapmaq üçün 1600 bölərəm 4-ə, eləyər 400 manat. Bir hissə 400 manatdırsa və məndən də soruşur ki, mebelin qiyməti neçə manatdır? Baxın, biz mebelin qiymətini neçə hissəli qeyd eləmişik? 11 hissə bütün borcuydu da, düzdür, bu da elə mebelin qiyməti deməkdir. İndi bir hissə əgər 400 manatdırsa, 11 hissənin neçə manat olduğunu tapmaq üçün 11-i vurarıq 400-ə. O da eləyəcək 4400 manat. Sonunda uzaqlaşdırıram ki, daha dəqiq görəsiniz nə etdik. Baxın belə. 23-cü sualda deyir. Arifin aylıq maaşı 950 manatdır. Arif maaşının 19-da 4 hissəsini ev kirayəsinə, hissəsini 5-də 1 kommunal xərclərə, 10-da 3 hissəsini geyim üçün sərf elədi. Burada nəsə cümlə səhv düşür. Arifin nə qədər pulu qaldı? Baxın, 950 manat pulu var. Ev kirayəsində deyir ki, maaşının 19-da 4 hissəsini xərcləyir. Onda 950 manatını 19-da 4-ünü tapmaq üçün 9-a bölərəm, 4-ə vuraram. 950-ni 19-a böləndə edir 50 və 4-ə vuranda eləyir 200.
Və 200 manatını sərf elədi nəyə? Ev kirayəsinə. İkinci. Sonra isə deyir, 5də 1 hissəsini kommunal xərclərə xərcləyir. Yəni, bütün maaşdan hələ gedir, söhbət. Qalan pulun demir 5də 1-i. Deyir ki, 950-nin 5də 1-ini xərcləyir kommunala. Onda 3-ünü geyimə sərf edir. Yenə 950 manat pulun. Onda 3 hissəsini verir nəyə? Geyimə. 285 manat. Nə qədər pul qalır? 4-cü mərhələdə bütün pulundan çıxaram kirayənin pulunu, kommunalın pulunu və geyimin pulunu. Bu da 275 manat edəcək. 24-cü sualda deyir. 3 ardıcılı tək ədədin cəmi 248-in 8də 3 hissəsinə bərabərdir. Bu ədədlərin böyüyü ilə kiçiyinin cəminin yarısını tap. Əvvəlcə 3 ardıcılı tək ədədi quraq, tənliyi 1 quraq biz. Birinci ədədimiz olsun x. Ardıcılı tək ədədlər bilirik ki, 2 artır. Digər oldu x üstəl 4. Deyir, bunların cəmi 248-in 8də 3-ünə bərabərdir. Onda 248-in 8də 3-ünü də tapaq. Belə 8-ə vuraq çə. Eləyir, deməli, 31 vurulsun 3. Bu da bərabərdir 93. Yəni, bunların cəmi 93-dür. Toplayaq x, x üstə gəl 2, x üstə gəl 4. Bərabərdir 93. 3x bərabərdir 93 çıxılsın. 2 ilə 4-ü digər tərəfə keçirdik 6. 3x bərabərdir 87. X də bərabərdir 29. Nəyi deyir bizdə sonda? Bu ədədlərin böyüyü ilə kiçiyi. Kiçiyi elə 29-dur. Böyüyü isə 29-un üstünə 4 gələrəm. Eləyəcək 33. Kiçiyi ilə böyüyünün deməli cəmini istəyir. Yəni 29 üstə gəlinsin 33. Daha doğrusu böyüyü ilə kiçiyinin cəminin yarısını istəyir. Əvvəlcə toplayıram, cəmini tapıram, sonra bölürəm 2-yə. 29-un üstünə 33 gələndə deməli edir 62. 62-ni də 2-yə böləndə edir 31. 24-cü sual. İndi bu 25-ə baxaq. Deyir, 3 ardıcıl cüt ədədin cəmi 720-nin 8də 5 hissəsini bərabərdir. Bu ədədləri tap. Demək, birinci ədəd, ikinci ədəd və üçüncü ədəd. Bunların deyir, 3 ardıcıl cüt ədəddir. Birinci ədəd olsun x, ikinci olsun x üstəyəl 2, üçüncü olsun x üstəyəl 4. Ardıcıl ədədlər dərsidir bu. Yəni ona aid bir mövzudur. 720-nin 8də 5-nə bərabərsə bölməliyəm 5, 8-ə vurmalıyam 5-ə. Bu da edir 450. İndi bunları toplayaq. Bunların cəmi çünki deyir buna bərabərdir. Birinci ədədimiz 148. İkinci ədədimiz 150. Üçüncü ədədimiz 152. 26-cı suala baxaq. 4 ardıcıl natural ədədin cəmi 5də 4 hissəsi 88 olan ədədə bərabərdir. Əvvəlcə 5də 4 hissəsi 88-ə bərabər olan ədədi tapaq. Yəni hissəsinə görə ədədin tapılma qaydasından istifadə edək. Ədədi bölək 4-ə, vuraq 5-ə. Sürətə bölüb məxrəcə vuraq. Bu da edir 110. Daha sonra, deməli, o 4 ardıcıl natural ədədi də indi yazaq. Birinci, ikinci, üçüncü və dördüncü. Birincisi x, ikincisi x üstəl 1, üçüncüsü x üstəl 2, dördüncüsü x üstəl 3. Bunların cəmi neçədir? 110-dur. Toplayaq bunları. X üstə gəl 1, x üstə gəl 2, üstə gəlinsin, x üstə gəl 3, bərabərdir 110.
X'ları toplayaq. 4x bərabər üstə gəlinsin. 1, 2, 3, 6 bərabər 111-dirsə əgər. 4x bərabər 111-dən çıxarıq 6. Eləyəcək 105. Neysə səhv deyəsən qurdum. 110, 110 ya, 110 idi cəm. 111 yazmışam çaşbına görə. 110-dan çıxırıq 6. Eləyir 104. X də bərabərdir 26-ya. Bizdən nə istəyir? Bu ədədləri tap. Birinci ədəd 26, ikincisi 27, üçüncüsü 28, dördüncüsü isə 29. Çünki ardıcıl ədədlərdir var. Yenə də 27-yə baxaq. Deyir ki, 5 ardıcıl natural ədədin cəmi 8-də 3 hissəsi 135 olan ədədə bərabərdir. Hissəsinə görə ədədi əvvəlcə tapaq. 8-də 3-ü 135-ə bərabərdirsə, ədədin özünü tapmaq üçün 135-i bölərik 3-ə, vurarıq 8-ə. 3-ə böləndə düşür deməli 45, vuranda da 8-ə eləyir, deməli 5 vur 8, 40, 360. İndi baxaq, 5 ardıcıl natural ədədi quraq. Birinci ədədimiz olsun x, ikincisi x üstəl 1, üçüncüsü x üstəl 2, dördüncüsü x üstəl 3, beşincisi də x üstəl 4. Bunların cəmi 360-dır. Bu ədədləri yazaq və toplayaq. X-ları toplayaq, 5x eləyəcək. Üstə gəlsin, ədədlərimizi toplayaq. 10-u keçirdək digər tərəfə 360-dan çıxaq, eləyir 350. Daha sonra x-i tapaq, eləyir 70. Bu ədədləri tapın deyir. Birincisi 70, ikincisi 71, üçüncüsü 72, dördüncüsü 73 və sonuncusu 74. 28-ci suala baxaq. Avtomobil yolun 11-də 4 hissəsini getdi. Gedilən yol 160 km olarsa, bütün yolun uzunluğu neçə kilometrdir? 11-də 4 hissəsi gedilən yolu göstərir. Elə gedilən yolda 160 km-dirsə əgər, 11-də 4-ü 160 olan ədəd tapılır. Yəni 4 hissəni gedib bərabərdir 160-a. Buradan tapırıq bir hissə necə kilometr yol deməkdir. 160-ı bölürük 4-ə, bərabər olur 40 kilometrə. 11 bütün yolu göstərir. Bütün yolu tapmaq üçün də, yəni 11 hissə bütün yol deməkdir. 11 hissə bütün yol deməkdir. Və vurarıq 40-a bir hissənin neçə kilometr olduğuna. Bu da eləyəcək 440 kilometr. Yirmi 9-cu suala baxaq. Avtomobil deyir yolun 13-də 7 hissəsini getdi. Gedilən yol 140 km olarsa. Yəni 7 hissəni gedib. Bu da bərabərdir 140 km. Buradan bir hissənin neçə olduğunu, neçə kilometr olduğunu tapaq. 140-ı bölək 7-yə eləyir 20 km. Və bütün yol 13 hissədən ibarətdir. 13 hissənin neçə kilometr yol olduğunu tapmaq üçün 13-ü vurarıq 20-yə. Bu da eləyəcək 260 km. Və bu bütün yoldur. Gedilən yolda 140 km-dir. Qalan yolu tapmaq üçün 260-dan çıxaram 140. Eləcə 120 km. 30-cu suala baxaq. Hovuzun 15-də 7 hissəsi su ilə doldu. Hovuza 88 litr su tökülərsə hovuz dolar. Bütün hovuzun tutumu neçə litrdir? Baxın, hovuz 15 hissədən ibarətdir. 15-də 7 hissəsi doludursa, demək ki 15-də 8 hissə boşdur. Biz suyu hara tökürük? Boş olan hissəyə tökürük də. Deyir ki,
hovuza 88 litrdə su töksün, hovuz dolar. Demək, boş hissə 8 hissəyə 88 litr su tökmək olur. 8 hissə 88 litrə bərabərdirsə, bir hissə neçə litrdir? Tapmaq üçün 88-i bölürəm 8-ə. Eləyir 11 litr. Deyir, bütün hovuzun tutumunu tap. Bütün hovuzumuz neçə hissədən ibarət idi? 15 hissədən. 11-i də vururam 15-ə. Eləyir deməli, deyəsən 165. Daha sonra 31-də deyir, şagird ev tapşırığının 23-də 14 hissəsini həll elədi. Demək, 23 bütün tapşırıqlardır, 14 həll edilən. 14 hissə həll edilib. Deyir ki, həll edilməyən 27 məsələ qalıb. Baxın, bütün tapşırıqlar əgər 23 hissədən ibarətdirsə, həll edilən də 23-də 14-dürsə, onda neçə hissə həll edilməyib? 23-də 23-dən çıxıram, 23-də 14, eləyir deməli 9 hissə. 9 hissə həll edilməyib. Və bu da deyir ki, 27 məsələ deməkdir. Yəni, həll edilməyən 27 məsələ qalıb. Onda 9 hissə 27 məsələ deməkdirsə, bir hissə neçə məsələ deməkdir? 27-ni bölürəm 9-a. Bu da eləyir 3 məsələ. İndi soruşur, şagird cəmi neçə məsələ həll eləməli idi? Bax, bütün məsələlər neçə hissə idi? 23 düzdür. Gedirəm 23-ü vururam 3-ə. Çünki əgər bir hissə 3 məsələ deməkdirsə, 23 hissə neçə məsələ deməkdir, onu tapmaq üçün 23-ü vuraram 3-ə, eləyər 69 məsələ. Daha sonra deməli, 32-ci suala baxaq. Sinifdəki deyir, şagirdlərin 7-2 hissəsi qızdır. Və 2 hissə qızdır. 7 hissə bütün şagirdlərdir. Çünki deyir, şagirdlərin 7-də 2 hissəsi qızdır. Bütün şagirdlər. Bu bizə məlum olan hissəsidir, məsələn. Sonra deyir, sinifdə 15 oğlan varsa. Yaxşı, əgər 2 hissə qızdırsa, 7 hissə bütün şagirdlərdirsə, belə çıxır ki, 7-də 7-dən, yəni bütün şagirdlərdən. Qızların sayını çıxanda, qızların neçə hissə olduğunu çıxanda, tapıram ki, 7-də 5 hissə oğlandır. Və soruşur, qızlar oğlanlardan neçə nəfər azdır? 5 hissə oğlandır. 5 hissə 15 oğlan deməkdirsə, bir hissənin neçə şagird olduğunu tapmaq üçün 15-i bölürəm 5-ə. Eləyir 3 şagird. Bir hissə 3 şagird deməkdirsə, biz bütün hissə, yəni 7 hissədirsə, 7 hissə onda bütün şagirdlərin sayı nə qədərdir? 7-ni vururam 3-ə. Eləyir 21 şagird. Bütün şagirdlər demək 21 nəfərdir. İndi deyir ki, qızlar oğlanlardan neçə nəfər azdır? Neçə hissə qızı idi ki? 2 hissə qızı idi. Biz heç 7 hissəni tapmasaq da olardı. Bütün şagirdlərin sayını tapmasaq da olar. Bir hissə əgər 3 şagird deməkdirsə və 2 hissə qızları bizdə göstərirsə, 2-ni vurardım 3-ə, eləyərdi 6. Və 15 nəfər oğlandır. 6 nəfər qızdır. Qızlar oğlanlardan nə qədər azdır? 15-dən 6 çıxıram 9 nəfər. Qızlar oğlanlardan 9 nəfər azdır. 33-cü suala baxaq. Konsert üçün satışa çıxarılan biletlərin 19-da 5 hissəsi satılıb. Qalan bilet satılan biletlərdən 270 ədəd çox olarsa, konsertdə cəmi neçə bilet satılacaq? Deməli, bütün biletlər 19 hissədir. 5 hissə satılıb. Belə yazaq.
5 hissə satılan biletlərdir. Axı deyir bütün biletlərin, yəni çıxarılan, satışa çıxarılan, yəni bu bütün biletlərin 19-da 5-i satılıb, onda 19 bütün biletləri göstərir, 5 isə satılan biletlər. Və sonda qalan biletlər, bizə axı deyir qalan biletlər satılan biletlərdən 270 ədəd çoxdur. Biz onda qalan biletlər neçə hissədir onu tapaq. Yəni bütün biletlərdən satılanları çıxarıq. 19-dan çıxarıq 5-i, eləyər 14. 14 isə qalan biletlərdir. Və deyir qalan bilet satılan biletdən 270 ədəd çoxdur. Yəni qalan biletlərdən 14 hissədə. Satılan biletləri çıxanda 5 hissəni. Eləyir 270. 14 hissədən 5 hissə çıxanda qalır 11 hissə. Və bu da 270-ə bərabərdirsə, onda 1 hissə neçə bilet deməkdir? 270-i bölürəm 11-ə. Daha doğrusu 14-dən 5 çıxanda 9 qalır. 2 dəqiqə burada çıxma səhv elədim. 270-i bölürəm onda 9-a. Bərabər olur 30. Yəni 1 hissə 9 bilet deməkdir. Bizə nə deyir? Konsertdə cəmi neçə bilet satılacaq? Yəni bütün biletlərin sayını soruşur. Bütün biletlər 19 hissə idi. Bir hissə əgər 30 bilet deməkdirsə, 19-u vuraram 30-a, bütün biletlərin sayını taparım. Bu da eləcək 570 bilet. Hı. 34-cü suala baxaq. Deyir, müəllimin maaşı 2 maaşının 15-də 2 hissəsi qədər artaraq 510 manat oldu. Demək 15 ilkin maaşıdır. 2 hissə də artan miqdar. Bir yerdə artıb oldu 510 manat. Yəni 15 hissə ilkin maaş. Üstə gəlsin 2 hissə artdı. Bərabər oldu 510 manat artandan sonra. Yəni 17 hissə bərabərdir 510 manata. Buradan bir hissənin neçə manat olduğunu tapıram. 510-u yəni bölürəm 17-yə. Bu da eləyir 30 manat. Və deyir əvvəlki maaşı neçə manat idi? Yəni əvvəlki yəni o demək ki, ilkin maaşı hələ artmamışdan qabaq. İlkin maaşı 15 hissə idi də, düzdür? Və bir hissə də əgər 30 manatsa, 15 hissənin neçə manat olduğunu tapaq. 15-i vururam 30-a. Bu da eləyir 450 manat. Otuz 5-ci suala da baxaq. Mağazaya 360 yeni kitab gətirildi. Birinci gün bu kitabların 5-də 2 hissəsi, ikinci gündə qalan kitabların 6-da 5 hissəsi satıldı. Neçə yeni kitab qaldı? Baxın, birinci gün 360-ın 5-də 2-si satılıb. Bölürəm 5-ə, vururam 2-yə. Bu da edir 70. 360-ı böləndə 5-ə edir 72 vurulsun 2, 144. İkinci gün deyir qalan kitablar. Əvvəl qalan kitabları tapaq. 360 yeni kitabları idi. Satılıb 144-dü. 216 kitab qalıb. Bunun deyir 6-da 5-i də ikinci gün satılıb. Bölürəm 6-ya, vururam 5-ə. Eləyir deməli 36. 216-nı böləndə 6-ya, vuranda 5-ə. Deməli 180 eləyir. Neçə yeni kitab qaldı? Bax. Satıldı birinci gün 144 kitab. İkinci gündə satıldı 180 kitab. Bütün kitablarda 360 idi. Satılanların cəmini çıxaram. 144 ilə 180-i toplayıram. Eləyir. Deməli 324. 360-dan da 324 çıxanda eləyir 36. Demək 36 yeni kitab qalıb. Bu qədər. Növbəti dərsdə artıq qalan sualların izahını da verib, yəni mövzunu tamamlayacağım. Faydalı oldusa kanala abunə olmağı, videonu bəyənməyi və yaxınlarınızla paylaşmağı unutmayın.